park yerlərini müəyyən eləmişsən, lap yaxşı. Deyirsən ki, yəni, maşın burada saxlayanda mane olmayacaq da. Hə, mən də razıyam. Niyə ona görə məndən pul alırsan? Mən öz şəhərimdə saxlamaq üçün niyə sənə pul verməliyəm, qardaş? AK Partiyanın başkanı Tural Abbaslı Reaksiya TV'nin efirində yayımlanan siyasi reaksiya verilişində ölkənin ən qlobal məsələlərindən olan tıxac məsələsinə münasibət bildirib. O, aynanın yürütdüyü parklanma və digər məsələlərinə sərt mövqeyini bildirib. Həmin müsahibəni təqdim edirik. Çox yaxşı məqama toxundunuz. Bu günləri Bakı şəhərinin ən böyük problemlərindən biri tıxac problemi. Düzdürmü? Təsəvvür edin, bu şəhərdə, Bakı şəhərində əvvəllər yenə şənbə bazarlar olmurdu, amma rahat idi. Yəni harasa getmək, gəlmək. Qardaş, indi şənbə bazar da mümkün deyil. Mən bir yerə getmək istəyirəmsə, məsafə təsəvvür edin ki, normal vaxtda götürsək 5 dəqiqəlik məsafədir. 1 saat yarıma gedirsən. A qardaş, belə şey olar, belə dərd olar düşmüş. Niyədir? Velosiped yolu çəkiblər, parking yolu çəkiblər, avtobus yolu çəkiblər, bir dənə yol saxlayıblar. Bu bir yolla yaxşı necə gedək? Və onu da qoyur. Və baxın, tıxacların idarə olunması üçün bir dənə təşəbbüs də yoxdur. Eşitmisiniz nəsə təşəbbüs? Bax, məsələn, taksilər biraz pul qazanan kimi tökülüşlər. Taksi, bütün gün taksi işindən həll elədilər. Sonra o problem, yaxşı qardaş, illərdir biz deyirik ki, tıxac problemi var da. Bu bir dənə yığışın bir yerə. Deyin ki, biz tıxac problemini müzakirə edirik. Xaricdən ekspertlər dəvət edir. Yəni, nə edirsən sən bu tıxacın qarşısını almaq üçün? Yəni, bilirsiniz nə deyirlər? Taleyimizlə barışın da, tıxacdır da. Belə olmaz, bizim ömrümüz niyə tıxacda keçməli? İkinci bir sual, bax, mən bunu sona qədər deyəcəm. Azərbaycanda park yerləri, ödənişli park yerləri ləğv olunma. O park yerlərini müəyyən eləmişsən, lap yaxşı. Deyirsən ki, yəni, maşın burada saxlayanda mane olmayacaq da. Hə, mən də razıyam. Niyə ona görə məndən pul alırsan? Mən öz şəhərimdə saxlamaq üçün niyə sənə pul verməliyəm, qardaş? Nəyə görə verməliyəm? Yəni dövlətin yeri. Yəni zaten orada da əlavə qaraj yox, üstünü örtməmişik. Yəni bunu mən hər dəfə deyirəm, bir daha təkrar edirəm. Mən niyə ödəməliyəm sənə pul? Mərkəzdə 1 manat, biraz qıraqda 80 qəpiklə saatına 1 saat 1 dəqiqə oldu 2 manat. Niyə qardaş? Bax niyə ödəməliyəm mən sənə? Hə, mən razıyam. Səliqəyə sal, ölç, biç. Bax o park yerindən kənarda saxlayanı cərimələ. Çünki park yerindən kənarda saxlayıb tıxac yaradır, yolu daraldır. Amma park yeri çəkmisənsə, bu demək ki, heç nəyə mane olmur, filan. Niyə məndən pul alırsan? Hansı xidməti? Biz oradan gələn pulları filan eləyirik. Yaxşı, oradan gəlməsə pul, ola bilər. İnsanlar getdi, hamısını qoydular qarajlarına. Sən o işləri nə ilə görəcəksən? İndi hətta bax, siz indi avtomobil sürürsünüz, bir fikir verin. Dövlət yol nişanları var, onun ölçüləri belə balacalaşıb. Görmürsünüz? Bəli. Qardaş, bu nədir? Əksinə böyle olmağa əvəzdir. Bu boyda deməkdən ki, Tural bəy, siz fikrinizi tamamlayın. Yəni burada nədir? Bilirsiniz abi, ölçülər balacalaşır, qiymət ucuzlaşır, amma qeydiyyatda nə yazılır? Yazılır ki, məsəl üçün deyək də 5000-dən dövlət yol nişanı sifariş oldu bu qiymətə. Amma ölçülər yazılmır axı. Və insan sürücülər zaten görmür onu. Gizlədirlər filan, nə cərimə qardaş. Ya bu bütün addımlar təsəvvür edin, yol, bəli. Qanunlar, addımlar hamısı vətəndaşın rifahının və rahatlığı üçün hesablanmalıdır. Vətəndaşı cərimələmək üçün yox. Cərimələmək üçün yox. Təsəvvür edin, mən illərdir bunu danışmışam, demişəm. Nəşriyyata gəlmək üçün ki, yuxarıdan enirsən aşağı, dönmürsən, məscidin yanından dönüb, gəlib yenidən qarşısına dönmək üçün, qardaş, orada işıqfor var. Bir də yerdə işarə var, yerdə. Bir dənə dəmirdir da, vur orada. Orada dayanırsan, gəlirlər arxadan siqnal verən kim, təhqir eləyən kim, ki, niyə dayanmırsan? Deyə bilmirəm ki, burada işıqfor var, mən gözləyirəm o yansın. Sonra dönüm də mən ora. Ora bir dənə işarə qoymurlar. Mən buna hansı siqnal idarəsi deyirlər, ayna baxımına da. Ayna bax. Artıq hər şey aynadır. Ayna gələndən də Bakının günü daha da qarı olur. Bəli. Ayna yəqin bir dənə pul yığmaqdan başqa Zahir bəy. Hesabat da vermir ha. Bax mən ayna yaranan bu günə qədər bir də hesabat versin ki, nə qədər pul yığmısan parkingdən və hara xərcləmisən o pulları. Düzdür? Mən soruşuram, qardaş, mənim yığdığım gündə məndən aldığın 4 manat, 5 manatı hara xərcləmisən? Bax zor gəlib məhəlləmizin içini də xəttləyiblər Zahir bəy. Evə qonaq gələ bilmir. Evə qonaq gələndə utanır adam ki, qardaş, yəni hə
yenə deyirəm, xəttləmirsən lap yaxşı. Məhəllələr də xəttə. Çünki orada bilirsiniz də ehtiyat yolu filan beşmə. Amma məhəllənin içində niyə məndən pul alırsan? Yox, sən qeydiyyatdan keç ki, burada vətəndaşsan. Yaxşı qonaq gələcək. Qonağa deyim ki, şey desən mənim. Pulu da məhəlləmdə deyilmə. Ayıb deyil. Yəni dünənə qədər alınmırdı. Qırılmışdı bütün Azərbaycan. Yox, ümumiyyətlə gəlin mən bax buradan müraciət edirəm aidiyyatı qurumlara, kimlər ki bunlara baxır, nəzarət eləyir. Həmin o qurumlara müraciət edirəm ki, bu nəqliyyatın, bu yolları siz aynaya verəndən sonra Bakı şəhərində hərəkət, nəqliyyatın hərəkəti iflicdir. Bax gəlin saat 5-in yarısıdır, düzdür? Artıq başlayıb, misal üçün 7-dir, 8-dir. İndi bu dəqiqə biabırçılıqdır. Şəhərdə hərəkət etmək mümkün deyil. Hardan çıxırsan, nədir? Avtobus yolu. Olsun avtobus yolu, velosiped yolu, parking. Qardaş belə olmaz ki, bir dənə xətt saxlayırsan. Nişanlanma da düz deyil. Şəhərin bax dünən hardaydı? Yasamaldaydı deyəsən, biri çəkmişdi yuxarıdan. Bax maşınlar Yasamalda baxdı. Gördünüz o nə idi? 3 dənə maşın bir-birinə ilişib, bir nəfər onu orada ayırmır ki, düzülüb arxası. Niyə bu millət yazıq deyil? Bu yetim işinə bütün əsəb, stres, gərginlik. Həm də altıda zaten işdən çıxır. Deyil, nə qədər tez çatsam balamı görəcəm, evimi görəcəm, istirahət edəcəm. Yox, sən nə danışırsan? Sən 2 saat yolda sərf eləməlisən, 2 saat 6-da çıxmısan, 8-də, 9-un yarısı evə çatasan, yeməyi yedin, canın çıxsın, yat, səhər işə get. Yəni nə balavı gör, nə evi gör, nə özünə vaxt ayır, nə ailəvə vaxt ayır. Yəni bu insanları nəzərə alınır. Tək bax bu ayını gəlmirlər də bir dəvət edin də. Mən debata yox zaten. Burada efirdən dəvət edin ki, aynanın rəsmlərini dəvət edin. Deyin qardaş, gəlin biz suallara cavab verək. Gəl əsaslandır görək. Bax bu yollar. Bəlkə siz haqlısınız. Bəlkə ayso nişanlanma niyə bu gündədir? Necə olur ki, ayna yaranandan sonra tıxacların biz valla deri gələn gedənə rəhmət olsun. BNA-nı əlindən yığmışdıq, amma BNA-nın heç olmasa BNA-da daha yaxşı idi. Heç olmasa BNA-da maşın saxlamağa görə məsələn pul vermirdik, parkinqə görə pul vermirdik, əlavə xüsusiyyət cərimə var idi, amma da belə də deyildi da. Bəli. Yəni keçən bax bir yol var Zahir bəy, bu şeydədir, bu nədir bu? 20 nömrə məktəbin qabağında da. Orada bir yol var. Keçirsən, yolun ortasında bir svetofordan keç, baxsan yaşıldır. Keçmək istəyirsən o biri yol, oraya keçmək üçün bir dənə də svetofor var. Bundan keçdin o birisində qırmızıya düşürsən. Sən o yolun ortasında gözləməlisən. Qardaş bu nədir? Niyə? Çox adamdır baxır bir svetofordur. Orada məncə dövlət idarələridir, giriş-çıxışda nadir hallarda, səhər və axşamlar səhv edirlər. Bunlar insanların sürücüləri nəzərə alın. Bu yəni o daimi deyil məncə. Bilmirəm, hər halda olmaz belə, insanları incitmək olmaz. Yəni indi biz avtomobil yolundan danışdırıq. Mən digər sahələrdən də danışıram. Bu gömrüyün rüsumlarının bu qədər yüksək olması filan. Qardaş niyə bizə hər şeyə gömrük rüsumu var Zahir bəy? Nədir? Bax nə istehsal edirik biz? Deyir sizə tütün gətir. Hə indi hansı oliqarx məsəl üçün dünənə qədər 3 blok gətirir də Zahir bəy. Düzdür məsəl üçün. Nə olacaqdı 3 blokla? Niyə? Çünki siz 3 blok gətirəndə o 2 bloku həmin oliqarxdan almırsınız tütündən. Və yaxud da ki, geyim $300 qədər indirdilər, 50.000 dənə şeydən keçir. Özləri də gətirir keyfiyyətsiz mallar burada bizə. Baxın nə qədər o elektron dükanlarının özləri cərimələdi ki, gətirib Çin malını Alman malı adından satırlar. Niyə? Siz özünüz məhdudiyyət qoymusunuz. Düzdür? Mən niyə ikinci mobil telefona 100 manat? Niyə qardaş? Mən bir dənə ilə yola getməliyəm. Niyə bax nəyə görə? Nəyə qoruyursan ondan? Mən 2 dənə mobil telefon gətirəndə sənin yerli istehsal olan mobil telefon nəyinin satış azalır? Sən yerli istehsalın var. Ya Aysun nəyə azalır? Əksər gəlib sənin operatorlarından vaxt alacam, kontrol alacam da. Operatorlar da başqa bir aləmdir ki, o da başqa tərtdir. 1 manat, 60 qəpik, 70 qəpik baxırsan tutur et. Zəng elsən, orada da mədəni bir 10 dəqiqə gözləsən, sonra bir mədəni oğlan yaxanma. Deyirsən, sual versən, biz bilmirik, bu barədə bizim... Deyirsən, yaxşı, mən sənə nəyə cavab verir? Bugün məndən niyə tutmursan pul, qardaş?